Balakən şəhərində həyətyanı ev satışa çıxarılır. Gördüyünüz artizandan təxminən 30 metr aralı bir məsafədə yerləşir. Hal-hazırda evdə yaşayış yoxdur. Evə aid belə bir kənd mağazası var. Qarşısından daimi axar su keçir. Ev Qullar kənd istiqamətində yerləşir. Magistral yoldan təxminən bir 70-80 metr içəridədir. Həyətində belə iri navesdir. Yeri betondur. Hamamı da aygül sudur. Yəni işləkaldadır hamısı. Navesin baş tərəfində yay mətbəxti üçün kuxna mebeli olubdur. Bu hissədə xətlər durur, isti soyuq su, kanalizasiya xətləri. Yəni çəkilib hazır vəziyyətdə durur. Həyətyanı torpağı onu sotdu qeyd etdim. Bir neçə cür bar verən meyvə ağaçları. Arxa tərəfində də belə bir torpağı var. Gördüyünüz tut ağacıdır. Toyuq damıdır. Yenə ayaq yolusu var. Girəcəkdə dəmir seyfli qapıdır. 6 pilləkən torpaq səviyyəsindən hündürdə tikilmişdir. Girəcəkdə belə bir mətbəxti var. Ön tərəfdə yataq otağıdır. Girişin sol tərəfində evin qonaq otağıdır. Burada yaşayış yoxdur, ona görə pahalıdır. Elə bu ölçüdə, yəni arxa tərəfdə də, bu hissədə də belə bir otaq var. Deməli, 3 otaqdan bir mətbəxdən ibarətdir. Qiyməti 36.000 manata təklif olunur.